Deməli, uşaqlar toplu birinci hissə iki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi kəsişməsindən alınan bucaqlar bizdə qalmışdı 40-dan sonra da 41. İndi bugün 41-i eləyirik. Açıq suallardır, uyğunlaşdırma. Uyğunluğu deyir müəyyən edin. A paraleldir B olanda. Hamı çəksin şəkli belə bir şəkildir. Deməli, bu A'dır, bu B'dir. Buranı verib 120. Buranı verib 70. Bura isə alfa. Keçək ikinciyə. İkincidə belə bir şəkildir, uşaqlar. Bax, bu A'dır, bu B'dir. Buranı verib 40 dərəcə. Buranı verib 160 dərəcə. Buranı verib alfa. Sonra, üçüncüdə isə belə bir formada şəkil verir. Belə. Burada belə. Bu A'dır, bu B'dir. Bura 130'dur. 130. Bura 160'dır. Bura isə alfadır. İndi biz bunları tapmalıyıq. Bax, nə tər eləyək? Görüm daha ağıllı formada. Ən rahatı bura. Buradan bir dənə paralel düz xət keçirdirəm. A və B'yə. M düz xətdir. Şöyle baxın bura. Görürsünüz, daxili bir tərəflidir. Bu 120 olanda bura neçə olur? 60. Bura cəmi neçə eləyir? 130. Alfa ilə də bu 130 daxili bir tərəflidir də. Onda nə olur? Alfa bərabərdir 50 dərəcə olur. Əla. Keçirik bura. 40'dır. Bunun qonşusu neçə olacaq? 20. 20 dərəcə. Belə 40 nə idi? 160. 160'dır. Qonşusu 20 olacaq. Düzdür. Bax, buradan da bir dənə ox çəkdim. Paralel ikisinə. İndi alfa bura. Bura 20 olanda burada 20'dir. Bura 40 olanda burada 40'dır. Alfa neçə eləyir onda? Alfa bərabərdir 60 dərəcə. Keçirik bura. Burada da həmin üsuldan istifadə eləmək olar. Deməli. Bax, bu 160'dır. Qonşusu 20 dərəcə. Bura 130'dur. Qonşusu 50 dərəcə. Bu da bu ikisinin cəminə bərabərdir də. Düzdürmü? Neçə eləyir onda? 70 dərəcə. Alfa bərabərdir 70 dərəcə. İndi baxaq 1, 2, 3'də nə deyir? 1, 2, 3. A bəndində deyir ki, alfa 70 dərəcədir. A 3'ə aiddir. B bəndində alfa 50 dərəcə. B 1'ə aiddir. C bəndində alfa böyükdür 60 dərəcədən. Yox, mən 42'yə baxıram uşaqlar yenə. 42'yə qoy 41'i təzdən deyim. A bəndində alfa 60 dərəcə. 2'yə uyğundur A. A 2'yə uyğundur. Alfa 80 dərəcə. Yoxdur. C bəndində deyir, alfa böyükdür 60 dərəcədən. C 3'ə uyğundur, çünki 70'dir bu. D bəndində alfa 50 dərəcə. D 1'ə uyğundur. Yaxşı. Y bəndində alfa 70 dərəcə, Y də 3'ə uyğundur. Keçirik 43'ə. 43'də də yenə şəkillər var. Çəkirik. 1. Belədir. Belə, sonra belə. Deməli, bu 45 dərəcədir. Bura 150 dərəcədir. Burada alfadır. A'dır, B'dir. Yəni A-B'yə paraleldir də aydın məsələdir. İkincisində belədir. Bax, belə bir şeydir. A'dır, B'dir. Bircə dəqiqə. Burada 25 verib uşaqlar. Buranı verib 295 dərəcə. Buranı verib alfa. Üçüncüdə də belədir. Belə. Bura A'dır, bura B'dir. Bura alfadır. Alfadır. Bura 65'dir. Bura isə 20 dərəcədir. 20 dərəcə. Baxaq. Yaxşı. Bu 150-45 alfanı tapmaq lazımdır. Elə buradan bir dənə paralel keçirdirəm. Ən rahat olur. Şu anda 45 ilə, bax, burada daxili bir tərəflidir. Burada olanda bu yuxarıki hissəsi 135 olur. Düzdür? 180 olmalı.
135. 150 olmaq üçün də bura 15 dərəcə olmalıdır. Düzdürmü? Alfa ilə də 15 daxili bir tərəflidir. Neçə olur onda? Alfa. 165 dərəcə. Keçirik bura. 295-dir. Tam bucağı 360-dır. Deməli, bura neçə olur? 65 dərəcə olur. 65-in də ikisi 65-ə bərabər olmalı cəmi. Deməli, alfa bərabərdir 40 dərəcə olur. Keçirik bura 65, düzdürmü? Bax, bu ikisi, bura baxırsınız, bu ikisinin cəmi 65 eləməlidir. Bura oldu 45. 45, alfa da onun qonşusudur. Alfa bərabərdir 135 dərəcə eləyir. 1, 2, 3. Görək nədir? 43 idi elə. Alfa 135. Deməli, A bəndi 3-ə aiddir. B bəndində 165. B 1-ə aiddir. C bəndində 50. Yoxdur. D bəndində 2 bucaqdır. D 2-yə aiddir. Y bəndi 40. Y də 2-yə aiddir. 45. 45-ə baxaq. 45-də də çoxlu şəkillər var. Bu görək, bura yerləşdirə bilirikmi? 45. Alfa və beta bucaqları üçün uyğunluğu müəyyən edir. Alfa və beta paraleldir. Birinci belədir uşaqlar. A və B daha doğrusu. A və B paraleldir. Bu A, bu B, bu da C'dir. Burada beta bucağıdır. Burada alfa bucağıdır. C də kəsəndir. İkinciyə baxaq. Belə bir şey verib burada. A ilə B kəsişirlər. Bura betadır, burada alfadır. Üçüncüdə isə uşaqlar belə bir şəkil verib. Bura A'dır, bura B'dir, bu C'dir, bura alfadır, bura da betadır. İndi nə deyir? 1, 2, 3. Birincidə deyir ki, alfa və beta daxili bir tərəfli bucaqlardır. A variantı 1'ə aiddir. B bəndində deyir ki, alfa üstə gələk beta 360 dərəcəyə bərabərdir. O 3'ə aiddir. Bəli, B bəndi 3'ə aiddir. C-də deyir ki, alfa və beta qarşılıqlı bucaqlardır. C 2'yə aiddir. Sonra D-də deyir ki, alfa üstə gələk beta 180'dir. 1'ə aiddir D. Bir də deyir ki, alfa çıxaq beta bərabərdir 20 dərəcə. Bu çaşdırıcı bir sualdır. Heç bir aidiyyəti yoxdur. Və nəhayət 47'yə baxaq. Görək 47'də nə var? (47) belədir uşaqlar. A paraleldir B-yə. Beta çıxaq alfa bərabərdir 50 dərəcə olarsa betanı tapın deyir. Şəkilə baxaq. Şəkil belədir. Bu A'dır, bu B'dir. Bura betadır, burada alfadır. Alfanın qarşısındakı bucaq da alfadır, qarşılıqlı olan. Onda alfa ilə betanın cəmi 180 dərəcədir. Beta çıxaq alfada bərabərdir 50 dərəcə. Toplayanda iki tərəfi, bu tənliklər toplayanda 2 beta, alfalar gedir, çıxaq alfalar. 230 dərəcə. Beta bərabərdir 115 dərəcə edir. Yaxşı, bunu dayandırım. Sonra